Salam, hər vaxtınız xeyir. 7-ci sualın izahına baxaq. Düzgün olmayan fikirləri müəyyən edin. Səhvləri seçəcəyik. Qərbi Sibir, Aşağı Dunay, Mesopotamiya ovalıqlarında neft və qaz ehtiyatları mövcuddur. İfadəmiz doğrudur. Bu ərazilərdə həm neft, həm də qaz ehtiyatlarına rast gəlinir. Avstraliyada həm Aralıq dənizi iqlim tipində, həmçinin bərabər rütubətli iqlim tiplərində cüd yarpaqlı meşə və kolluqlar zonasına rast gələ bilərik. Okean sularının altında olan bütün yer qabığında Konrad sərhəd mövcud deyil ifadəsi yanlışdır. Nəyə görə? Biz bilirik ki, Konrad sərhədi yerləşir qranitlə bazalt təbəqəsinin arasında və şelf olan ərazilərdə biz qranit təbəqəsinə rast gəliriksə, deməli həmin ərazidə Konrad sərhədi mövcud olacaq. Ərəbistan yarımadası ən qədim qırışıqlıq vilayətində yerləşir. Bəli, bu ifadəmiz də doğrudur. Şəkildə görsək ki, Ərəbistan yarımadası ən qədim qırışıqlıq vilayətində yerləşir. Bütün saat qurşaqları 4 yarımkürədə yerləşir fikri yanlışdır. Nəyə görə? Çünki saat qurşaqlarından ancaq 0-cı, yəni 24-cü saat qurşağı və 12-ci saat qurşağı 4 yarımkürədə yerləşir. Digərləri 3 yarımkürədə yerləşir. Florida yarımadasında bərabər rütubətli subtropik iqlim tipi yayılmışdır ifadəsi də yanlışdır. Bərabər rütubətli subtropik iqlim tipi cənub yarımkürəsi üçün xarakterikdir. Florida yarımadası isə şimal yarımkürəsində yerləşir. Yanlış olacaq 3, 5, 6 və bizdən də səhvi soruşduğuna görə C variantı doğru cavab olacaq.